Sen kimsən axı məni nəqdə udasan? Stol üstü idman növlərindən heç kim məndən bacarmaz. Gəl bura. Saat nerede verim koltuğuna? Pəncidu. Va, cüt 5. Sütü. Bu da kısı. Cahardu. Bu da cahardu. 6-5. Dincəldin mi? Nəftdə neçə daş var? 30 daş. 15. Düzdürmü? Düz. Bu her bir insanın bir ayında 30 gün var ömründə. Bu deməkdir. Bəs rənglər necədir? Qara, ağ. Bizim də həyatımız belədir. Gecə və gündüz. Bəs sizin atdığınız zər 6 rəqəm var. Allah dünyanı 6 günə yarattı. Amma ikisi 6 12 eləyər. Bir ildə 12 ay var. Hər biri ömrümüzün bir ili 12 aydan ibarətdir. Amma sual çıxır. Siz kimə qaratırsınız? Tanrıya, yoxsa talihinizi dəyişirsiniz? Başqa maraqlı nəsə qaldı? Ağa, bəs bu xanələr nə deməkdir? Xanələr onun ən əsas mənalarından biridir. Xanələrə diqqətlə baxanda yan-yanadılar. Çünki qəbirlər də yan-yanadır. Xanələr qəbirləri bildirir. Amma burada bir şey də var. Hər bir həyatımızın bir günü 24 saatdan ibarətdir. 6-6. Bu onu bildirir. Bir ildə 365 gün var. İndi sizi səbirlə əl jestəbzi saysaq o 365'də oyun bitəcək. Biri udur, biri uduzur. Birimiz 365 gündən ibarətdir. Sual verə bilərsən əskər. Axı 12 aydan biri fevraldır. 28 gün. Problem yoxdur. Hərdən Mars olur oyunda. Biri udur, biri uduzur. Qaldı nə? Nərdi bağlayanda tabuta bənzəyir. Açılanda oyun.